Bismillahirrahmanirrahim. Mina Vasif, Əymən Zidan, Hüseyn İcac, Qasim Məlhət, Əli Şəqir, Xalid Əl-Amir və başqaları fəqihlərin imamı fiqhlər. Caferus Sadiqun nurun şa'a bil ilmi fe erşed La yudaha fi tuqahu ve bil haqqi mueyyed Caferus Sadiqun nurun şa'a bil ilmi fe erşed La yudaha fi tuqahu ve bil haqqi mueyyed علمه علم الرسول رأيه السهم المسدد كيف لا يرقى الثريا كوكب من آل أحمد صفوة من أصفياء وسليل الأنبياء ده إمام الفقهاء واسمه Filmin rejissoru Sami Əl-Cənadi. Üçüncü hissə. Demək, sən Zeydin tərəfdarlarındansan. Ay kafir. Siz bizim övladlarımızı öldürmək, qadınlarımızın qəlblərinə qorxu salmaq üçün qiyam edirsiniz. Biz sənin dediklərindən uzaq ağa yalancı. Rədd edin bunu. Tərpənin. Ya Rabbi, ya Mədinə şəhəri. Ya Rab, Ya Rabbahu, Ya Rabbahu, Ya Rabbah, Ya Rabbahu, Ya Rabbah, Ya Allahu, Ya Allahu, Ya Allahu, Ya Allah, Ya Allah. Allah and olsun ki, mən Zeydə yardım eləmək məqsədi ilə bütün bu səhranı qət eləyib gələndə yalnız onun qarşısında şəhid olmaq istəmişdim. Lakin Allah mənə bunu nəsib eləmədi. Məni Zeyd ibn Əlinin bayrağı altında şəhid olmaq həvəsinə salmasaydın, heç vaxt səninlə gəlməzdim. Səni gizlədən mən oldum, amma səninlə yol yoldaşlığından qəm-qüssə əldə elədim. Elə güman elədim ki, bu dəfə sən mənə şəhidliyi vəd eləyirsən. Lakin bundan məhrum oldum. Bu, Bəni Üməyyənin hakimiyyətinin çökməsinədək olan birinci, sonuncu döyüş deyil. O da ki, inşallah çökəcək. Allah sənə lənət eləsin. Demədim ki, otağa girmə, heç kimi də buraxma. Ağa, məsələ Zeyd ibn Əli ilə əlaqəlidir. Bunun üçün də o sizin yanınıza gəlmək üçün izin istəyir. Mənlə birgə evimə gedək. İstirahət eləyib dincini alarsan. Gümrahlığına bərpa eləsən, getməyinə icazə verəcəm. Ətiyə, sən hələ də özünü mənə borclu bilirsən və bunu qaytarmağı israr edirsən, hə?
Vallah nə qədər ki sağam, sənin bu yaxşılığını qaytaracağam. Buyur. Əgər yalan desən, səni öldürəcəm. Doğru danışsan necə? Mükafatlandıracağam. Mən Zeyd ibn Əlinin qəbrinin yerini bilirəm. O qətlə yetirilib? Allaha həmd olsun. Yaxşı, mən ora apar, bunu gözümlə görüm. Əvvəlcə mükafatımı ver ağam. Allah sənə lənət eləsin. Geri qayıdında sənə 100 dinar verəcəm. Tez ol. Xoş gəlmisiniz və qədəmləriniz mübarək. Deyin görüm nə istəyirsiniz? Sənin elədiklərin bəyənilən iş deyil Təlhə. Sən bizi karvanlardan, azuqa və ərzaqlardan məhrum eləmsən. Dükanlarımıza da malımız tükənib. Biz artıq müştərilərimizi itirməyə başlamışıq. Aqibətimiz necə olacaq? İşçilərimizin məvaciblərini verə bilmirik. Bunun üçün də onları azad eləyirik. Bəs sən Əbu Həkim, deyiləsi sözün var? Təlhə, biz bilirik ki, sən bizdən intiqam alırsan. Amma oğlum bilməlisən ki, təkcə bu kənddə deyil, hətta qonşu kəndlərdə belə ticarətin təməli bizik. Sənin təkidin bizləri sındıra bilməz. Bütün tacirlər bizi tanıyır. Bizimlə onların arasında olan ülfət, etibar və mərhəmət, ünsiyyət səninlə onların arasında yoxdur. Sən hər şeyi itirəcəksən, heç bir şey əldə edəməyəcəksən. Amma biz yenə əvvəlki kimi olacağıq. Sən də ay Şakir, sənə əvvəlki vəziyyətinə qayıtmağa kömək eləyəcəyik. Allah İbn Ziyadə rəhmət eləsin. Səfehləri vərəsə qoydu. Allah rəhmət eləsin. Tez olun, çıxın evimdən. Rədd olun! Gedək. Sən neynirsən Təlhə? Onlar hamısı rəhmətli atamın dostlarıdır. Sən onlarla niyə belə davranırsan? İtaətkar həyat yoldaşı ərinə, öz ağasına və eləcə də bu evin ağasına belə sözlər deməməlidir. Sən mənim ağam deyilsən. Sənin həyat yoldaşınam və bu sərvətdə mənim də payım var. Haram pulun da atamın evinə girməsini istəmirəm. Mənim sənin rəyinə və sözünə ehtiyacım yoxdur. Sən və sənin atanın pulları mənim bu ovucumun içindəsiz. Sonra isə mənim pulumun haram olmasını söyləməyində nə məqsəd güdürsən ay İbn Ziyadın qızı? İbn Ziyadın qızı? Məyər bu İbn Ziyad sənin əmin deyil? Səni uşaqlıqdan qəyyumluğa götürən o deyil? Kim olduğunu yaxşı bildiyi halda səni evləndirən o deyil? Ay əziz həyat yoldaşım, bununla boynuma minnət qoyursan? Elə bilirsən ki, bu bazarda böyük bir tacir olmağım üçün mənim sənin atanın puluna ehtiyacım var idi, hə? Haram pulla sövdələşmələr eləyən böyük tacir. Bütün insanlar sənə nifrət eləyir Təlhə. Sən də ailənə və yaxınlarına. Sənə yazığım gəlir Zeyd. Sənə yazığım gəlir ey əlinin oğlu. Onun başını kəsin və Əmir əl-Mömininə Dəməşqə göndərin.
Yox ata. Axı bu ölümdür. Bizi ayırmaq istəyirsən? Hə? Ata, məni tək qoymaq istəyirsən? استمسكت بعروة الله الوثقى التي لا انفصام لها واعتصمت بحبل الله المتين وأعوذ بالله من شر فسقة العرب والعجم وشر فسقة الجن والإنس ربي الله ربي الله ربي الله آمنت بالله توكلت على الله لا حول ولا قوة إلا بالله ومن يتوكل على الله فهو حسبه إن الله بالغ أمره قد جعل الله لكل شيء قدرا Mədinə şəhəri. Evə tez qayıt. Başın qadınlarla söhbətə qarışmasın. Buna bir bax. Mən nə vaxt elə eləmişəm? Paltarları sahiblərinə verib qayıdacam. Nənəcan, bəs qaydanda bizim üçün nə gətirəcəksən? Zəhmət haqqımızı bütöv ala bilsəm, ev üçün biraz bazarlıq eləyərəm. Xədicə üçün də parça alaram. Onun üçün gözəl paltar tikmək istəyirəm. Bəs sən nə istəyirsən? Nənəcan, sənin sağlığını və bir də biraz şirniyyat istəyirəm. Bəs sən Xədicə? Heç nə xalacan, heç nə. Allaha şükür, heç nəyə ehtiyacımız yoxdur. Sağ-salamat get. Dəməşq. Zeydin kəlləsi. Bu Zeyd ibn Əlinin kəlləsidir. Allahın və Əmir əl-Mömininin düşməni. İsyankarların aqibəti bax budur. Onun kəlləsini aparın və şəhərin darvazasından asın ki, uzaq və yaxın olanların hamısı onun aqibətini görsün. Əssalamu aleyküm. Əleyküm salam.
Buyur əyləş. Hardan gəlirsən, Fuzeyl? Küfədən ağam. İndi gəlib çatmışam. Əvvəl sizi ziyarət eləmək istədim. Əmim Zeyd neynədi? Onu qətlə yetirdilər. Bəli, qətlə yetirdilər. Çarmıxa da çəkdilər. Çarmıxa da çəkdilər. Sən əmim Zeydlə Şam əhlinə qarşı döyüşdə iştirak elədin? Canım sizə fəda olsun, bəli. Mən və onu qoruyan digərləri də iştirak eləyib döyüşdük. Amma... Ağam, amma... Onlardan neçəsini öldürdün? Onlardan 6'sını öldürdüm ağam. Bəlkə də onların qanını axıtdığına görə şəkk eləyirsən. Ey Peyğəmbər övladı, şəkk eləsəydim onları öldürməzdim. Allah məni də o qanların axıdılmasına ortaq qərar versin. Allah and olsun ki, əmim Zeyd və yoldaşları şəhidlik zirvəsinə yüksəldilər. Necə ki, babam Əli ibn Əbu Talib və onun yoldaşları şəhadətə yetmişdilər. Əleyhissalam. Ağam, xəlifənin məmurlarından biri gəlib. Xəlifənin məmuru? Nə istəyir? Deyir ki, onlar şəhərin şərqində xəlifə üçün qəsrin tikintisini başa çatdırıblar və dəmirçilərə ehtiyacları var. Bəziləri də onu bizə yönəldib. Ağam, bu xəlifənin qəsridir. Biz də zəhmət haqqının çox olmasını təmənna eləyək. Kənd cəmaatına göstərdiyimiz xidmətə görə Allahın verdiyi ruziyə qane ol. İndi isə evinə get. Yeməyini ye, sonra da qayıt öz işini gör Numan. Oldu. Allaha şükürlər olsun Səxir. Deməli, xəlifənin qəsrindən sifariş almısan. Xəlifənin pulu xəlifə üçündür. Hələ də mənim təsəvvürümdə alnına ox sancılmış halda canlanır. Canını yaradanına təslim eləyərkən son nəfəsini alması və gözünü yumması bir an belə məni tərk eləmir, qardaş. Gördüklərini vəsf elə. Nəyi qoyub, nəyi vəsf eləyim? Odur, onun başı Dəməşq qapısından asılıb. Gələn də görür, gedən də. Və elə güman eləyir ki, o dindən çıxmış biridir. Amma bilmir ki, o yaxşılıqları əmr eləyib, pisliklərdən çəkindirirdi. Ey Peyğəmbər övladı, axı onu bu döyüşə çıxmağa nə vadar elədi? O ki, Küfəliləri yaxşı tanıyırdı. Düzdür. Bu barədə ondan soruşanda dedi ki, Atam əleyhissalam Hüseyin İbni Əlidən belə nəql eləyib ki, Rəsulullah Allahın salamı ona və onun ailəsinə olsun. Əlini belimə qoydu və buyurdu, Ey Hüseyin, sənin belindən Zeyd adlı övlad dünyaya gələcək, onu şəhid eləyəcəklər. Qiyamət günü yetişdikdə o və əshabı hamının yanından ötüb cənnətə daxil olacaqlar. Mən də Rəsulullah sallallahu aleyhi və alihi və səlləmin vəsf elədiyi kimi olmaq istəyirəm. Allah atam Zeydə rəhmət eləsin. O gecələrini ibadət eləyən, gündüzlərini oruç tutan
və Allah yolunda həqiqi cihad eləyənlərdən idi. Allah əmim Zeydə rəhmət eləsin. Qələbə çalsaydı, vədinə sadiq qalacaqdı. Həqiqətən də o, Muhammedin ailəsindən olan razılığa səsləyirdi. Muhammedin ailəsindən olan razılıq da mənəm. Qoy insanlar onun hakimiyyəti ələ keçirmək üçün qiyam etdiyini düşünməsinlər. İmam Sadiq mənim barəmdə nə isə söyləyib. Ağam mənə dair nə deyib? Sənə and verirəm, Allaha de. Belə dediyini eşitdim. Səni də atan kimi qətlə yetirərək çarmıxa çəkəcəklər. Ey mütəvəkkil! Həqiqətən də Allah dinə bizimlə dəstək oldu. Elmi də, qılıncı da bizdə bərqərar etdi. Bunları yalnız bizdə cəm etdi. Elmi isə İmam Cəfərə əta elədi. Canım sənə fəda olsun. Mən insanların səndən, vatandan daha çox əmin oğlu Cəfər əleyhissalama meyl elədiklərini gördüm. Ey Fuzeyl, əmim Zeyd fikrimdən çıxmır. Canım sənə fəda olsun. Onun qətli hamımızı kədərləndirdi. Allah ona rəhmət eləsin. Şübhəsiz ki, o mömin, arif, alim və doğru danışan bir insan idi. Həqiqətən də əgər qələbə çalsaydı, mütləq vədinə sadiq qalacaqdı. Düz deyirsiz, ağam. Əmim Məhəmməd İbn Əli və onun oğlu Cəfər əleyhissalam insanları yaşamağa çağırırdılar. Biz isə onları ölümə dəvət eləyirdik. Ey Peyğəmbər övladı, onlar elmlidirlər yoxsa siz? Hər birimizin elmi var. Amma onlar bizim bildiyimizi bilirlər. Biz isə onların bildiyini yox. Əcəb qəribə adamsan, Səxir. Sənə böyük bir gəlir gətirəcək belə sifarişdə necə imtina eləyə bilərsən? Allaha şükür ki, yeməyimiz, başımızın üstündə damımız, sağlamlığımız, Allahın himayəsində yaşayan ailəmiz var. Bundan artıq sənə nə lazımdır, ay Hind? Gəl bu vəziyyətimizə qane olaq. Allah artıq eləsin. Əssalamun aleyküm. Allah xeyir versin. Bunların hamısı yanımdan ötüb keçir, amma heç kim mənə salam vermir. Amma Əbu Həkimlə salamlaşmaq üçün can atırlar. Güman eləyirəm ki, onlar məni tanımırlar. Qoy belə olsun, Nağdan kəndçilər. Bir gün sizə xəbərlər çatacaq və hamınız məni yaxşı tanıyacaqsınız. Ey Allahın qulları! Əcəli ölüm gətirir. Ölüm heç kimin yaxa qutara bilməyəcəyi həqiqətdir. Onu hər canlı dadacaq. Sizi düşməninizə qarşı çıxmağa səsləyirəm. Allah bizim dayağımızdır. Cənnət bizə müjdə olunub. Şəhidlikdən daha şərəfli ölüm yoxdur. Allah yolunda ölmək ən şərəfli ölümdür.
Allaha and olsun ki, vallah, əlimdəki bax bu qılıncı Allah və əhli beyti uğrunda şəhid olmayınca heç vaxt yerə qoymayacağam. Biz də səninləyik ey Yəhya. Biz də səninləyik ey Yəhya. يا من تحل به عقد المكارم ويا من يفثأ به حد الشدائد ويا من يلتمس منه المخرج إلى روح الفرج ذلت لقدرتك الصعاب وتسببت بلطفك الأسباب وجرى بقدرتك القضاء ومضت على إرادتك الأشياء Selamun aleyküm ya əmrəl möminin. Əleykümə salam vəzirinə xəbər. Şad xəbərlər gətirmişəm ey mənim mövlam. Nə şad xəbəri? Zeydin oğlu Yəhya qətlə yetirildi. Kəlləsini gətiriblər. Mədinəyə, anasının yanına apardılar ey mənim mövlam. Mən də qan əvəzi pul göndərərdim. Pulu itirmək, insanı itirməkdən yüngüldür. Yəhya ibn Zeydi öldürdülər. Xəlifəyə qarşı çıxanın cəzası budur. Yox, mən Hişam kimi qan axıdılmasını istəməyən xəlifə görməmişəm. İnan mənə, Hişam mən qan əvəzi pul göndərmək istərdim deyib. Sən də buna inanırsan? Mədinə şəhəri. Zalimlar arasında belə bir şey olmalıydı ağam. Atam buyurmuşdu. Allah bir zalimdan digər zalimin əli ilə intiqam alır. Bu da izzət və cəlalət sahibinin beləcə biz zalimları bir-birlərinə qənim kəsərik sözüdür. Haqsızlığa dili ilə etiraz eləyən nicat tapar. Qəlbində ikrah bəsləyən salamat qalar. Zalimin zülmünə bəraət qazandıran kəsə Allah zülm edəcək birisini məsləhət eləyər. Dua etsə belə Allah onu zülmünə görə xilas etməz. Canım sənə fəda olsun. Bu yalnız möminlərə zülm etdiklərinə görədir. Xeyr. Həqiqətən də Allah peyğəmbərlərindən birinə vəhy etdi və buyurdu ki, o sitəmkarın yanına get və ona de ki, həqiqətən də mən səni qan axıtmaq və sərvəti mənimsəmək üçün deyil, əksinə, əvəzimə məzlumların mənə tərəf yüksələn sədalarına son qoymaq üçün hökmran qərar vermişəm. Onlar kafir olmuş olsalar belə, mən onların məzlumiyyətinə biganə deyiləm. Şübhəsiz ki, Zeydin məsələsi Əba Əbdillahın ovqatına təsir eləyib. İcazənizlə biz gedək, sizsə dincəlin. Əlinin övladı Zeyd qətlə yetirilərək dəfn olunduqdan sonra Yəhya geri qayıtdı və qəbristanlıqda məskunlaşdı. İnsanlar da onu tərk elədi. Atasının əshabından neçəsi ondan qaldı? 10 nəfərdən artığı qalmadı. Mən ondan hara getməyi düşünürsən deyə soruşanda, o da 2 çayın arasına deyə cavab verdi. 2 çayın arası haradır? Kərbəla. O babası Hüseynin qəbrini ziyarət elədi və o qədər ağladı ki, hətta torpaq belə islandı.
Vəzir mənə həkim çağır. Baş üstə mənim ağam bu dəqiqə. Həkim! Ay həkim! Mənim ağam, məmləkətimin əhalisi əmrinə itaət eləməyi rədd edib vilayətimi qəbul eləmədilər. Ey Əbdürrəhman, sən Əhl-i Beytdən, bizlərdənsən. Onların yanına dön. Yəmənlilərdən ibarət məhəlləyə diqqət yetir. Onlardan bərk yapış və onlara yaxın yerdə məskunlaş. Ulu olan Allah bu işi yalnız onların əli ilə tamamlayacaq. Oldu ağam. Dediklərinə əməl eləyərəm. Fəqət diqqət elə. Biz yalnız bu məhəllədən istəyirik. Baş üstə ağam. Əgər orada ərəb olmayan bir nəfər varsa belə, ondan da istifadə elə. Bunu elə. Mən sizi Übeydə ilə xoş və xeyirlə davranmağınızı vəsiyyət edirəm. Ona hörmət edin. Mövqeyini qoruyun. Onunla və övladları ilə yaxşı rəftar edin. O sizin atanız üçün yaxşı bir həyat yoldaşı olmuşdu. Onun səsi çox pisdir. Niyə gedib arxa sıralarda oxumursan, hə? Selamun aleyküm, ya Əmir əl-Möminin. Ya Əmir əl-Möminin. Nə vaxt qətlə yetirildi? Ağam, boğazında xəstəliyi var idi. Həkim dedi ki, bilinməyən xəstəlikdir. Bəs Əyyad necə oldu? Hişam ölümündən qabaq onu azad elədi? Hələ də həbsdədir. Bu da xilafətin rəmzi çubuğu və üzüyü ya Əmir əl-Möminin. Bu xilafət üzüyüdür. Səlahiyyətlərində Allahın Peyğəmbəri olan Süleymanın üzüyündən heç də yeri qalmır. Mürəkkəb qabını gətir və yaz. Kimə ya Əmir əl-Möminin? Yaz ki, əmim Abbasa. Qoy qəsrə gəlsin. Əgər o gəlsə, bizim məclislərimizə mane olacaq Vəlid. Ya Əmir əl-Möminin. Bugündən etibarən heç bir kəs mənə mane ola bilməz. Bugün məhrum eləyən də, bəxş eləyən də mənəm. Onda Abbas əmini neynirsən? İstəyirəm ki, gəlib Hişamın və oğlunun sərvətini, işçi və xadimlərini hesablasın. Bugündən onların hər bir səlahiyyəti dayandırılır. Düzgün qərardır ya Əmir əl-Möminin. Bəs Hişamın oğlu Məsləmə nə olacaq? Yox. Məsləməyə gəldikdə, o məndən atası kimi olmayıb. O mənə yoldaş və dayaq olub. Hə, tez ol, yaz. Uğursuz Şəpgöz öldü, artıq yağış da yağdı. Hökmə malik olduq biz, ağac da yarpaqladı. Allaha şükür eləyirəm ki, şükrə nemət artırdı. Həkəm, söz məzbərlə ki, mahnıda oxuyasan. Axı xəlifə təzə ölüb ya Əmir əl-Möminin. Yox. Bugünkü kimi bir günün olmayıb. Qəsrdən gəldi. Ölüm xəbəri. Ovqatım duruldu, içim şərabı. Yetişdi Hişamın dəfn xəbəri. Çatdı mənə xilafətin açarı. Qoy təmiz mey olsun müşayiət bizə. Oxunan mahnılarla verək çox şey güdaza. Ya Əmir əl-Möminin, xəlifə ilə torpağa tapşırılmayıb, biz də mahnı oxuyacağıq. Ay Ümeyr. Allaha and olsun, sabaha kimi mahnı oxumasa siz itlərdən bir kimsə yerindən tərpənməyəcək. Tez olun!
Selamun aleyküm. Aleyküm salam və rəhmətullah. Xoş gördük səni Əbu Bəsir. Xeyirdir inşallah. Ya Əba Əbdillah, İşam İbni Əbdülməlik artıq öldü. Bundan sonra fərəc və qurtuluş gözləyəcəyik. Siz Bəni Üməyyədən qurtuluş, ədalət və düzgünlük gözləyirsiniz? Müsəlmanların sərəncamını bu fasik Vəlid ələ keçirəcək. Axı qurtuluş hardan gələcək? Gözləməlisiniz. Fərəc və qurtuluşun axır zamanda gəlməsinə dək gözləməlisiniz. Bugün siz özünüzü təhlükəyə məruz qoyursunuz. Sizdən öncə də təbliğçilərdən neçəsi qətlə yetirildi. Onlar Peyğəmbərin dininin qaytarılması uğrunda şəhiddilər. Allahın ona və ailəsinə salamı olsun. Allahın salamı ona və ailəsinə olsun. O, İslam ölkələrində qərib ömür sürdü. Bu pulları götürün və qardaşlarınıza çatdırın. Qoy Bəni Üməyyənin tüğyanından, ədalətsizliyindən azad olsunlar. Sizlərdən hər biri qoy yazdığımı oxusun və onu yandırsın. Etibarsız insanın əlinə keçməsin. Qalxın. Allah köməyiniz olsun. Dəməşq. Nuş olsun. Dinləyin, dinləyin. Bugündən etibarən bu qəsrə sizdən qeyrisi daxil olmayacaq. Xəlifə Vəlidin dönəmi! 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 And olsun Allaha, bu din məsələsinin sahibi aranızdan qeybə çəkiləcək və o qədər gizli qalacaq ki, haqqında öldü, həlak oldu, bəs hara getdi deyəcəklər. Ya Əba Əbdillah, İmam Zaman ağana nəzərdə tutursan? Bəli, qayıq dəniz dalğalarında yırğalandığı kimi səndəliyəcəksən. Allahla əhd bağlamış və qəlbinə iman yazdığı, aram ruha malik olan kəsdən başqa heç kəs nicat tapmayacaq. Canım sənə fəda olsun ağam. Bu nə qədər dəhşətlidir. Bir-birinə bənzər 12 bayraq yüksələcək. Birini digərindən fərqləndirmək çətin olacaq. Canım sənə fəda olsun ağam. Canım sənə fəda. Necə də ağlamayın ki sən bir-birinə bənzər və birini digərindən fərqləndirmək çətin olan 12 bayraq deyirsən. Sən bunu aydın və canlı görürsən? Bəli ağam, elədir ki var. Allah and olsun ki, bizim məsələmiz parlaq günəşdən daha da aydındır. Film 2013-cü ildə Salam studiyasında dublyaj olunmuşdur. Dublyajın rejissoru Natiq Şəkərəliyev, tərcümə edənlər Rəhman Abdullayev, Fərid Camalov, redaktor Vüqar Həsənov, qrafika Elmar Vəliyev, dublyajın baş prodüseri Emin Abbasov. Filmi dublyaj etdilər İlham Əskərov, Kazım Abdullayev, Nəcibə Hüseynova, Ofeliya Novruz qızı, Gülnarə Zülalova, Qədir Mirzə, Vüsal Xalıqoğlu, Rövşən Məmmədli, Pərviz Məmmədrızayev. Texniki dəstək Butafilm Kino şirkəti.